Masalın en büyük bazarı sayılan bir yerde bir il olar ki yeni mağaza açmışdım, kosmetika mağazası. Bazarın yanmağına 6 gün qalmış da uşaq geyimləri mağazası açmışdım. O mağaza ikisi də yandı. Yəni əlimdə olan mayanı da yeni açdığım mağazaya qoymuşdum. Hər şey yandı, kül oldu. Artıq bir il üstündən keçib. Mən sizdən pul istəmirəm. Sizin çevrəniz genişdir. Yəni mənə ən azından hissə mal belə versələr razıyam ki, yəni mənə mal versinlər. Mən yenə də başlayım işləyə. Salam edəşim. Salam edəşim, xoş gəldin. Salam, siz xanım, sizinlə danışacağım. Necəsiniz? Sağ olun balam, Allah sizləri qorusun. Sağ olun, siz xanım. Sizinlə harada danışa bilərik? Tabii ki. Ha, onlar. Müəllim, sizi görməyimə çox şadam. Sağ olun, sağ olun. Həqiqətən də. Mən siz illərdir izləyirdim. Hər işdə bir xeyir var deyirlər. Amma belə bu günümüzə də şükür. Sizi həqiqətən də görməyimə doğrudan da çox şad oldum. Sizlə danışmışdım. Bəli, mənəm. Sizə də minnətdaram ki, dəyər verdiniz, nəzərə aldınız, var olasınız. Sizə üzrlüysə biraz gec gəldik, çıxdıq. Gec olanda ki, biraz işlər baş qarışıqlığı ona görə yenə ki, ən azından gəldik, çıxdıq. Əsas o da dəyərləndirmisiniz. Bu mənim üçün çox böyük bir şeydir. Allaha and olsun. Belə deyim də sizə, mən doğrudan da öz üzərimdə işləyəm, yəni çox istəyirəm ki, işim olsun, çox istəyirəm inkişaf eləyim. Kiminsə, yəni işini yox, öz işimin sahibi olun da, anlayırsınız. Sadəcə uğursuzluq yəni baş verdi, bazarımız yandı, köhnə bazar. Kosmetik mağaza açmışdım. 2-ci ildə uşaq geyimləri açdım. Düz 6 gün idi ki, mağaza açılmışdı. Bazar yandı. Tamamilə heç kəs içinə götürə Gecə ilə bilmədi. yanır, ha? Gündüz yandı. Gündüz yandı. 4-10 dəqiqə işləmiş. Biz ilə çatmışıq. 4'ü 10'da işləmiş, bazar yandı. Biz Sındıra yarım saatte oradan çıkmıştı ya. Ben geldim Evet, kende şeyde, gittim. internette 6 var kilometre hamısı. gördüm üstünü. 6 kilometrede. Allah köməyimiz olsun. İndi görün nə qədər sahibkar orada başı yandı. Çok. Çox adam Zərər çəkdilər. Bu mallar oradan qalıb, yoxsa necə? Yox, yox. Bunuzu burada bir satış edirsiniz də, hə? Bu malları belə deyim də sizə, mən istəmərəm, yəni yalan üzərində iş eləyim də. Çünki bəzi insanlar, misal üçün mənə yenə də mal verdi. Axı mən işləyirdim, etibar eləyən insanlar başladı bəziləri məsələn mal vermək. Prosta bunu ilə heç nə eləmək olmur Timbolidə kənd yerində. Zaten nisyanın da limiti var da, anlayırsınız məni. Yəni mən tək başına bunu fikirləşdim, artıq bir il yarımdır da yanıb bazar. Mənlə yandıranlar hamısı başladı. Kimsin mayası var idi, kimsin yəni təkanı var idi, başladı. Mən başlaya bilmədim. Mal da içində yandı, getdi. Hər şey yandı. ikinci mağazada, yəni bəlkə ikinci mağazanı açmasaydım, yenidən qalxmağa gücüm çatardı. Açdım. Bir il ərzində də Allaha and olsun, ancaq borc ödəmişəm. Anlayırsınız. Bu bir il ərzində Bir borc il ödəmişəm. ərzində məsələn yazışmalar, hələ Ancak qut 300 bitirmə. manat, 200 manat, 100 Düzəltdikcə manat tikət. ayda Ha, cəmaatın borcunu ödəyir. Yani ona talep ediyorlar. Hələ bir istəyir, mal gətirib baxır, görəcək bana. Mal Ya onları qınamaq olmur. Yox, yenə də sağ olsunlar mənə Gözləyirlər. veriblər. Bəli, Əlbəttə ki, mən heç kəsə borcu yoxdur. Yəni mən onlara sonsuz minnətdaram ki, yəni nəzərə alıblar. Prosta mən bugünkü gündə bilmirəm necə başlayım, nətər başlayım, hardan başlayım. Başa düşürsünüz? Yəni 12 il ata evindəyəm, uşaqlarım var. 2 dənə uşaq. Yəni mən o mağazanı yəni onlayn sata-sata qəpiklə, quruşla istədiyimi almayaraq uşaqlarımın boğazından kəsər, yəni artırıb yığmışdım da, yəni bu mənim üçün, yəni həm bir tərəfdən şükür elədim, yəni özümü kəşf elədim onu itirəndən sonra, hardasa öz zəif tərəflərim, amma bir tərəfdən də fikirləşdim ki, necə mən toparlanım. İtirdiyim qədər qazandım da, həmd olsun, yəni Allahıma şükür eləyirəm. Amma yenə də
Yəni bilmirəm necə eləyim. Axı ortada əziyyətim getdi. Çünki əziyyətim 9 ilə yığdığımda 35 dəqiqə yandım. onlayn təsəvvür 9 ildə yığdığını 35 dəqiqədə Sana yandı. başıma dönərəm sənin elə. Yox, mən bir dənə söz deyim də Tamam, sizə. haydi. Birincisi hər işdə bir xeyir var. Sənə bu. Allahın yazdığı bir qədər var da. Yəni bütün bugünkü günlərdə bizim dostlar var, yaxın bizim idmançı dostlarımız Mən var. sizə bu- Onlar hamı da belə yıxılıb durublar. Mənim özüm. Bu yaxınlarda bizdə də biz təzə zal vermişik istifadəyə. Orada mətbəxdə reklam elədik yemək. Yeməyi reklam elədik 1 saatdan sonra bütün mətbəx yandı. Həmin 1 saatin içində oldu. 1 saat yox, 2 dəqiqənin içində oldu. 2 dəqiqə bütün mətbəx yandı. Biz o çox yerdə göstərmədik və sonradan bərpa elədik, yenə davam etdirdik. Həm yolda gələndə maşınım yandı. Həmin günü. Mən düşdü qalxıb baxıram ki, yəqin dedim şeydir də zal yanıbdı ya, zalın mətbəxi. Mənim biraz şeydir də, elə bil ki, gözümə görsənir də. Maşını verdim, sağ kapot açdım, gördüm ki, şey qalxdı. Yəni siz gəldiniz özünüzə gördünüz də. Yəni Allah necə bir tərəfdən verirsə, bu tərəfdən də yəni nəsə lazım. Bu bir sınaqdır. Bugünkü günləri. Düzdür, kişi ilə xanımın arasında biraz fərqi var. Kişidir də, kişi biraz şey olur da o işləsin. Xanımda olanda biraz xanımın yenə deyirəm sıxıntılı olur da. İnsan psixoloji tez təsirə düşür. Yəni ancaq ki halaldır ki bu şeyin arasında bu borcları verdin, onu elədin, bizimlə əlaqə saxladın. Mən burada deyildim, Yaponiyadaydım desən, hə, burada deyildim, hə. Hər dəfə deyirdim gələcəm, gəlirdim, çıxıb gedirdim. Ancaq ki onlara həmişə soruşurdum ki, xanım nə oldu bəs? Yəni diqqətimdə saxlamışdım da. Hə, yəni yadımdan çıxmırdı ki, yəni demişəmsə, bir də səsə qulaq asdım. Ümidlə bu gözləyirdim. Hə, səsə qulaq asdım və dedim ki, inşallah gedəcəm. İndi gəldim, gözümlə gördüm. Mən gözümlə görmədiyimi, gəlin. İçəri də baxaq. Buyurun qardaş. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Ekskluziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 9989. Inline az. Bu mənim, bu mal mənim ikinci dəfə götürdüklərimdir. Bazar yanmamışdan əvvəl evdə də malım var idi. Bir bölmüşdüm iki hissəyə. Bir bazar malı var idi, bir də kənd malı var idi. Yarısını evdə satırdım, yarısını bazarda. Bu mal mənim yeni götürdüyüm yox. Bu mənim yəni o vaxtdan qalan mallarım. Çünki topdan elədi ki, çox vurursan da, yəni patika vurursan, artıq uşaq geyimlərinin şeyi başqa olur axı. Belə olmur. Bu oradan qalanlardı, amma yəni evdə yəni hərəsindən biraz vurmuşam ki, kənd cəmaatı üçün gəlsinlər. Ən azından tanıyanlar satılır. Bu da belə aksesuarlardır da sırf şey üçün. Yəni hər şey var da demək olar. Bu bazar var, bizim çadır var. Maraqlıdır. Buranı dükan kimi eləmirsən. Yox, buranı orada qurmuşdum. Dediyim yəni bura var idi da, hə? Əvvəldən var idi bura. Burada satışlar burada başlayır, sonradan ucu keçmişsən Əvvələ dükana. buradan başladım, sonra böyütdüm. Dükana getdin. Bəli. İnanırsınız, mən bu günə kimi mən heç vaxt ümidi bitirməmişəm. Yox, ümidi etmək öz bir günahdır. Nə yaxşı ki, toparladı. Yox. Elə insanlar yəni tez toparlanırlar. Çünki niyə? Onların içində hələ bir güc var ki, mən bunu eləyəcəm. İstər-istəməz o adam nə edir? Oturur indi bir balaca kövrəlləyir, nəyə görə gördüyü işə görə, ancaq başa düşmür ki, bunun hələ gördükləri irəlidədir. Mən biz qaranlıqda qaldı. Biz yox. Bax, onu qəti şəkildə şükür Allaha ki, Mən həmin günü avariyaya da düşdüm. avariya düşdü. Bazara gedəcəkdə orada tüstü çıxır, promoy topmuş. Sizin hadisiniz kimi, elə bil mən hadisə yerinə gedəndə
Yolda bir Alnım, başım. Həmin gedən yolda Yarım saat fark eder. o şeydən də qabaq, yəni yanğından qabaq. Şimdi zəng gəldi bizə ki, bazar Yol yanır. yanır, Dedi gedəndə gedək yol çıxardaq mallarımızı. Səndəm artıq gec imiş də. Bizim getməyimiz başqa bir maşının bizim önümüzə keçməyi. Avariya oldu. Avariya oldu. Biz artıq getmədik, xəstəxanaya getdik. Ayda, yəni şeyə bax ki, yenə deyirəm, yəni Allaha şükür ki, bugünkü günləri bir şey olmadı. Yəni bu günləri təkdir yanan bir malımız olsun da, ancaq ki bizim yaxınlarımız, bizim uşaqlarımıza bir şey olmasın. O deyir birliklə, o boyda şükür Allaha ki, o birliklə Sonunda soxun maşına ki, gedəklə bir şey çıxardar. Rüfət müəllim, siz inanırsınız, mənə bəlkə də təəccüb eləyəcəksiniz. Mən həm bu başıma bu hadisə gəldi, ilk əvvəllər çox narahat oldum, pis olurdum, necə olacaq, nə o günlər çox çətin günlərdi, amma sonradan Allaha o qədər şükür elədim ki, çünki mən özümü tapdım. Başıma hadisə gəlməyənə qədər, yəni ilahi varlığın o dərəcədə möcüzəvi olduğunu dərk eləmirmişim. Allah həqiqətən də böyüdü və heç vaxt heç kəsi çarəsiz buraxmır. Yox, yəni heç bir şey necə deyim, bizdən də pis vəziyyətdə olan insanlar var. O bir şey var da, bax bu günləri şükür Allaha ki, bax bu səndə var, adam var ki buna möhtacdır. Adam var ki, bax məsələn bu səndə var, düzdürmü? Əlindədir. Bir dənə mən bunları demirəm ha. Bu var, düzdürmü? Adam var ki, heç bu əlində yoxudur. Yoxudur. Yəni ona görə bir hər gün insan hər günə o deyir bir məsələ var ki, o deyir velosipeddir olan kimin velosipedi yoxdur deyir. Velosiped sürür, o şükür eləmək ki o var idi. Çünki o birisi baxır ki, mənim velosipedim yoxdur. O birisi velosiped sürən kimə baxır? Kimin maşını var? Maşını olan nə bilim kimin yaxtası var? Yaxtası kimin nə bilim vertolyotu var. Hamı bir-birinə belə baxır, ancaq axıra baxanda görürsən ki, adamlar var ki, həqiqətən yəni heç nə olmayan yerdə. Hər işdə də bir xeyir var. Onu necə deyəsən, yəni bizim özümüzdə də başımıza gəlir. Hər şey bir xeyir oldu. Mən elə özümü toparlandırdım. Deyirəm axı. Oğlundur. Bəli. Gəl bura qardaş, gəl bura. Adın nədir sənin? O İsmail. Necəsən? İsmail. İsmail uzun böyük oğlandır. İsmail indi bir neçə ildən sonra böyük biznesmen olacaq. Bundan böyük var. Ay maşallah. O babası gibi. Aha, Allah saxlasın. İki dənə maşallah, iki dənə oğul, yəni aslında yəni Asker böyle. yəni həqiqətən, yəni necə deyim mən sənə bundan artıq nə lazımdır ki? İndi bu 3-4 ildən sonra görəcəklər ki, maması belə qoçaqlıqla bunları böyüdüb, əziyyətlə belə böyüdüb, 3-4 ildən sonra hələsi bir biznesmen olacaq, öz anasına baxacaqlar da. Amma bunların böyüməyi üçün də ən azından təhsili üçün şərait lazımdır. Onların normal oxumağı üçün necə istədiyim, yəni onlar başqa qayğıları düşünməməlidirlər. Onlar təhsilin düşünməlidirlər. Yəni o tərəfləri də var. Mən sən bir dənə söz deyim. Bax, hamımız bir yol gəlmişik də. Anların bir yolu var. İçəri. Anların bir yolu var, Yusufun bir yolu var, mənim bir yolum var. İndi uşaqlıqda da adam nə qədər belə çətinliklər görəndə o qədər də möhkəm olur. Sən anasan, deyirsən ki, mən bunu belə eləyim, sən onu daha yumuşaq böyüdəcəksən. Qoy evi yoxdur, qoy çətinlik görsün. Qoy görsün ki, anası nəsə iş görəndə, yaxınları iş görəndə problem oldu, yandı. Qoy o çətinliyi görsün. Çünki insan bal içində böyüyəndə onun özü bir başqa cür olur. Mən bal içində böyüməmişəm. Düzdür, şükür Allaha ki, əziyyət olub, ofisant işləmişik, nə bilim, şofer işləmişik, hər cür bir əziyyəti görmüşük də, o birdən-birə heç nə olmur da. Bugün deyirsiniz ki, kanal olaraq baxılır, Allah razı olsun ki, kimlər ki bizi baxırlar, bizi izləyirlər, yəni çox sağ olsunlar, həm də siz də. Ancaq ki, bu elədən, yəni boş-boşuna olası bir şey deyil ki. Ona görə bu da inşallah ki, oxuyacaq, oxumaqdan başqa işləyəcək, bir gələcək, yaxşı gələcəyin iş adamı olacaq. Bəlkə 10 ildən, 15 ildən sonra gələcək ki, yadıma gəlir 15 il bundan qabaq bizə Allah hələ can sağlığı versin o vaxtda. Gəlib deyəcək ki, yadıma gəlir, gəlmişdim Masallıya, həmin oğlan olacaq. Bunu deyirəm, Allahın işidir. Bəlkə nasıl bir böyük bir holdingin. Çünki bu gendan gəlir, sənin özündə bu varsa, bu istək varsa, mən işləyəcəm, eləyəcəm, oğluna da keçəcək. Başa düşün, yəni bu hamı bu bir-birinə bağlıdır ki, özü də görür anasına qədər əziyyət çəkir, başa düşün. Ona görə sən narahat olma. Yəni sənin ən böyük varlığın, sənin 2 dənə böyük holdingun var, 2 dənə oğlun var. Başa düşün. Ona görə yəni o baxımımdan mən bilmirdim. Mən gəldim indi
ilk görürəm də, səsi eşitmişəm. Dedim nəsə anar şeydir, gedib baxmaq lazımdır da. Çünki biz çox adamla danışırıq. No hamı necə deyim, biz seçirik də. Biz hər yerə gedib gələ də bilmərik. Hər yeri yayımlaya da bilmərik indiki zamanədə. Çünki adam var ki, çoxu baxırsan ki, görürsən ki, istifadə eləmək istəyir. Baxırsan tamam başqa bir şey. Bu səsdən eşitdim, dedim yəqin nəsə var, gedib baxarıq, görək nə. Allah sizdən razı olsun. Sağ Var olun. olasınız. Çox sağ olun. Uğur qazanmış insanları işıqlandırırsınız. Bizi kimi gənclər baxır, onlara ilham alır. Biraz da özünə inanır. Gücünə güc qatır. Gücünə gücü qatır. Sağ olsun. Mən əslində yəni sizin çox istəyərdim verilişinizdə olum, amma veriliş deyəndə yəni bir yəni İnşallah, inşallah. Verişdə deyəndə verişdə olacaqsan, dur burada Yəni, bəli, amma yəni belə olmayıb sözün açığı. Ancaq yenə deyirəm, bu da bir uğurdur da. Yəni bu da təsəvvür eləməzdim ki, yəni bu cürə yəni, amma yenə də hər işdə bir xeyir var. Bax, məsələn, bir dənə söz deyim. Necə, mən bu günləri biz çəkdiyimiz insanlar hansı ki çəkirik, onlar ucu müəyyən bir plan yerə çatıblar da. Bugünkü gün bindən kimi məndə belə bir çəkiliş olmuyor. Timboli məndə xanımlar çəkilmir. Sən ilk xanımsan. Hansı ki gəlmişəm. Məndə var, idmanda var. Ancaq belə xanım olaraq iş adamının işini fərq etməz necə olub. Fakt iş adamıdır. Mən bizim rayondan sözü üzrlüsən kəsirəm. Xəyal Səmədə masallıdandır da. O qədər qürur duymuşdum. Lavladən Xəyal Səmədova O söhbət qədər belə qürurlanmışdım, fəxr eləmişdim. Yəni bizim el oğlumuz yəni belə bir statusdadır, uğurlu insandır. Allah qorusun. Yəni biz Simasalı, Astara, Lənkəran, ümumiyyətlə Azərbaycanın bütün bölgələrindən bizim o həm iş adamlarımız, həm bəylər var, həm xanımlar hansı ki bizi motivatorlar çəkilirlər. Onlardan biri də Xəyal Səmədov dostumuzdur hansı ki bu sizin zonadandır. Siz də baxırsınız ona ilhamlanırsınız. Çox sevinmişdim. Allaha and olsun. Yəni qürur duymuşdum. Yəni inşallah vaxt gələr Bakıya gələrsən inşallah görüşərik. Sənin işlərin yaxşı gedər. İnşallah. Mən də indi yenə deyirəm biz bugünkü gün burada olanları paylaşacağıq və orada kommentlərinizi yazarsınız, fikirlərinizi bildirərsiniz. Biz də istəyirik ki, köməkli olsun ən azından. Burada bizim məqsədimiz nədir? Ən azı göstərək ki, xanımın nə qədər o işə o necə deyirlər, köklü olmağını, nə qədər o həvəsli olmağını görürsünüz də burada özü üçün elə bir şərait edir. Qıraqdan baxanda bir dükan evin içində bir dükan eləyib. Bundan sonra özü üçün həqiqi mənada 2 dənə dükan bazarda yaradıb. Birini açıb, xeyirli olub, birinin xeyrini görəndən sonra ikincini açıb, sonradan da nəsə də indi Allahın işidir, hadisə baş verib. Yəni hər işdə də bir xeyir var. Bundan sonra da mən sənə uğurlar arzu edirəm. İnşallah yenə deyirəm, ən sənin o ən şeydir, varlıq olan sənin uşaqlarındır. Onlara da inşallah ki, ən birincisi sağlamlıq arzu edirəm, ən vacib olan. Sonra da öz ağılları ilə inşallah anasına, öz nənələrinə, babalarına, nənəsinə, babasına arxa olmağını, yəni də buna da şübhəm yoxdur. İnşallah ki, belə də olacaq Allahın köməyi ilə. Hə, bir də ki, nəyə deyəcəkdim mən sizə? Ümumiyyətlə, nəyə müraciət eləmək istəyirsiniz? Fikriniz nədir? Biz kanal olaraq necə dəstək ola bilər? Elə də biz bunu yayımlayacağıq. Yəni, burada indi hansı, məsələn, harada, məsələn, istəyirsən, məsələn, dükanın olsun, fikrin nədir, məqsədin nədir? Mənim masallıda istəyirəm dükanım olsun, amma yəni buradakı mallar oranı yəni tamamlamırdı. Bilmirəm necə başlayım, anlayırsınız məni? Mən heç kəsdən pul istəmirəm. Sadəcə necə istədiyim, tanışlıq belə olsa mənə müəyyən qədər məsələn mal versin, yəni işləyim, qazanım, lazım olsa qaytarım yəni. Bu anlayırsınız necə? Yəni burada başqa bir niyyətim yoxdur. Deyir ki, Zeynalabdin Tağıyevin bir gün yanına gedirlər. Bir Azərbaycanlı olur, bir də Rus. Azərbaycanlıya iş verir, kömək istəyirlər də ondan. Ona pul verir, borc pul verir də, bunası iş verir. O gəlir status tutandan sonra sual verir ki, niyə mənə yəni pul vermədin, iş verdin? Deyir ki, mən səni pula öyrətmək istəmədim də, mən istədim sən özün qazanmağı bacarasan, anlayırsan necə? Mən də bugünkü gündə yəni heç kəsdən pul istəmirəm, yəni fikrimin, yəni demək istədiyim budur. Mən istəyirəm mənə yəni təkan versinlər, işləyim, yəni ya
Belə deyim sənə. İşləyim, Kim qazanım, mənə iş qazandırım da. ver, hə, ay sağ ol. Yəni mənə nə cür təkan versələr də onun yəni əvəzini mütləq yəni ki necə lazımdır Bunun da, mənim yəni. şübhəm yoxdur. Amma yəni mənim əsas yəni demək istədiyim bu idi. Məsələn, bu elə bir vəziyyət yaranıb ki, bizim malımız yoxdur. Məsələn, düşən götürməyə göstəriyor arendaya. 300 manat, 400 manat mal vurmağa gücümüz. Bəs o bundan qabaq işlədiyiniz partnyorlar, onlar niyə vermirlər ki malı? Bundan qabaq hansı ki 300 manat. az verirlər də, hə. Mənim satdığım mallar bu idi. Parfümeriya idi, ətriyyat idi, kosmetik məhsullar idi, hədiyyəlik idi. Yəni bu belə bir şeylər idi. Və bunlardan da kimlər ki bu işlə məşğuldurlar? Saatlar idi, belə bir şey. Bax, aksesuarlar, qadına aid olan məsələ. bəli. Yəni mənim müraciətim bizim dostlara da, ümumiyyətlə Azərbaycan bütün tanıdığım, tanımadıqlarıma yaxşı olardı ki, bu ərazidən olanlar, Lənkəran, Astara, bu zonadan olsa, Masallı tərəfdən xanıma dəstək olaq. Yəni biz burada heç kəsdən pul istəmirik. Burada sadəcə məsələ nə gedir ki, malı versən, müəyyən bir vaxt qoyursan, bu insan malı satır, pulu düzəlir, pulu qaytar. Burada yəni çətin bir şey yoxdur. Ona görə də yəni müraciətim bizim dostlara, Azərbaycanın igidlərinə, bəlkə də xanımlar da var hansı ki bu işdə, yəni bu işi görürlər. Bu gənc xanıma, gənc sahibkara dəstək olaq və burada da biz nəyi göstərmək istəyirik ki, xanımın işgüzarlığını. Başqa vaxt deyirlər ki, insanlar nəsə işləmək istəmir, insanlar nə bilim rahat işə qaçırlar, nə bilim belə yəni çox şeylərdən danışırlar. Ancaq bu canlı nümunədir ki, hansı ki xanımdır ki, öz necə deyilir, əziyyəti ilə öz balalarını saxlayır. Bugünkü gün hansı bir problemə düşüb və bu problemdən də çapalayıb çıxmaq istəyir və biz motivator layihəsi olaraq biz bu dəstəyi inşallah verəcəyik. Kim kömək eləmək istəyirsə bizlə əlaqə saxlasın. İnşallah bundan sonra olan prosesi də biz sizə çəkəcəyik ki, necə buradan başladıq, bunu yayımladıq. Sonra yavaş-yavaş etap-etap xanımın uğurlarını göstərəcəyik sizə və onunla da göstərəcəyik ki, həqiqətən insan istəyəndə, məqsədin qoyanda ona nail ola bilər. Ona görə bizi izləməkdə davam eləyin. İnşallah ki, mən bilirəm ki, bu yaxşı olacaq. Mən gəldim, indi xanıma biraz necə deyirlər, belə şey gəlir ki, ayda düşdü bura. Yəni həqiqətən mənim üçün o qədər xoş gəldi. Nə? Xoş gələn oldu ki, insanın o əziyyəti ilə nə olar ki, indi bu şəraitdəsən? Allah Taala bilə bilməz. Mənim özümün elə bir vaxtlarım olub ki, çox çətin vaxtlarım olub. Bu yəni hamıda bu olur. İnan, yəni kənardan baxan indi mənə baxar ki, gəldi böyük maşınla 20 dənə də adam var, işçilərim deyir, hamısı istirahətə aparıram. Hə, oturub məni gözləyirlər. Yəni vaxt olub ki, tək olmuşam. Yəni mənim vaxtım olub ki, Quran haqqı bundan pis olmuşam. İnan mənə ki, vəziyyətim bu vəziyyətdən pis olub. Ana olub yoxsa yox. Bir dənə xanıma o dirə irə olub bundan pis vəziyyətim. Bax bundan pis vəziyyətim olub da. Yəni də sıfır yox ondan da. Yəni sıfır başqa şeydir. Bir var mənfidə olasan da, oradan qalxasan. Ona görə də o şey varsa, o istək varsa, o insanın özündə o hamısı bilinir də, danışanda maşallah gözləri o belə, yəni o şeylə danışır ki, o da olacaq çünki uşaqları var, uşaqlarına görə uşaqlarını da çox ballı böyütmə. Məsləhətim odur ki, yəni biraz belə sıxmaq lazımdır. Yox. Yəni bəzi şeylər var ki, uşaq özü başa düşməlidir, o özü eləməlidir. Yəni ananın əziyyətini bilməlidirlər ki, ana belə, yəni mən tez böyümək lazımdır. Tez yəni kömək başlasın. 3-4 ildən sonra bu dükanları inşallah düzələndən sonra bunlar kömək edəcək. Bizim uşaqlar əslində bir problemi həll eləyəndə, yəni bir məxrəcə gəlməyi bacarırlar. Prosta bilirsiniz necədir, mən onu təhsil baxımından dedim ki, yəni mən ən azından gərək imkan ola ki, olacaq ki, mən bugünkü gündə müəllim, bunların ikisini müəllim yanına qoymuşam. 150 manat ayına misal üçün ödəyirəm bunları. Baban, ata aliment ödəmir, babanın 120 manat pul ödəyir. Yəni o baxımından təhsilinə görədir. 100%. Yox lazım. Yox, mən Yağbal məsələsi o mənada demirəm. Vaxt onu Demək istəyirəm ki, qazanasan ki, mən bunlara töküm, mən uşaqlarımı böyüdüm, onu fikirləşmə. O böyüyəcək, o özünə şey olmalıdır. Sən bu günləri ana kimi borcun var ki, təhsilin verəsən, giyindirəsən, qarnac olmasan. Ancaq qalan məsələləri onu biraz müəyyən bir vaxtdan sonra, o böyüyəndən sonra o başa düşməlidir ki, mənim mamam bu qədər əziyyət çəkib. Bundan sonra mən baxacam. 2 dükanı var, 5-ini açacam anama. Lüz bu rahat olsun. Danışdıq səndən. İnşallah. İnşallah yaxşı olar. Masalın hansı kəndidir? Masallının Cəyət kəndi. Yəni hamı eşitdi də. Ülgə burada qalır. Ola bilər ki, indi bizim videodan sonra kimlərsə dəstək olmaq istəyir, bizə yazar. Yaxud da buralarda kimsə yaxınlıqda qalanlar olar. İndi kim eşidər bilər. Biz hamı ilə, yəni bütün deyirlər söhbətlərə açığıq. Sırf işbirliyindən söhbət gedir. Hamı görür ki, Ülviyyənin nə qədər necə işə istəkli olduğunu mən burada gəldim, gördüm. İnşallah da mənimlə gəlir ki, yaxşı olacaq.
ürəyimi sıxma. Mən sonradan oturduq, demək olar ki, uşaqlıqdan bəri olan bütün nələr baş verib, necə olub, hansı çətinliklərlə gəlib. Bax gördüyünüz burada satışa başlayıb. Satışa başlamamışdan qabaq bura köçəndə bir dənə dana alıb özünə, sonra dananı satıb, başqa iş görüb. Onu satıb başqa bir axırda da bir summa yığıb əlində bir imkan yaradıb. Sonradan bazarda bir dükan açandan sonra işlər yaxşı gedib ikinci dükana. O yəni fikir olub ki, yəqin biraz keçəndə bir holding qursun. Yəni alınıb da bu insanda. Ancaq ki sonda da indi hansı problemlər həyatda həmişə olur, o çətinliklər olur. Çətinlik olmadan o bərkimək olmur. Özü də onu qeyd elədi ki, mən çətinliyə düşdüm, sonradan hər şey gördüm. Ətrafımda insanlar var idi, onlar seyrəldi. Çünki yaxşı vaxtda yaxşı dostlar çox olur. O süfrədə, buradan o axıra kimi, yaxşı gündə. Ancaq ki, məsələ odur ki, pis günündə sənin yanında kimlər var? İndi onu da gördün əsas məsələ. Ən gözəli odur. Bir də qeyd elədim ki, məsələn, bu məsələ olmasaydı bəlkə biz də gəlməzdik. Və hər işdə bir xeyir var. İnşallah xahiş edirəm, biraz aktiv olaq məsələdə. Kommentlərinizi yazın. İnşallah da bir növbəti dəfə biz bura gələndə hansısa bir işlə, bir nəticə ilə yenidən masallıya qayıdaq. Tez bir vaxtda. Mən də sizə təşəkkür edirəm. Saydınız, dəyər verdiniz, gəldiniz. Allah sizdən razı olsun. Var olun. Çox sağ olun. Neçə yaşın var? 11. 11. Mən elə bura mən gəlmişəm, komanda ilə gəlmişəm. Uşaqlar məni burada gözləyir. Uşaqlara həqiqətən gəldik bura Ülvi ilə gələk baxaq necədir vəziyyət, həm də istirahətə gətirmişəm. Deyirəm ki, nə olacaqsan böyüyəndə, kim olmaq istəyirsən, nə olmaq istəyirsən? Hüquqşünas. Hüquqşünas olduğuna görə də indi bizim dostumuz var, İmam. Deyirəm ki, böyüyəndə nə olmaq istəyirsən də, nə işlə məşğul olmaq istəyirsən? Mama məsələn bizneslə məşğuldur. İmam illərdir ki, bizdə mənim şirkətimdə həm dostumdur, həm də ki, hüquqşünasımızdır. Özü də ki, çox savadlı insandır. Ancaq bu işlə məşğuldur. İşinin peşəkarıdır. Deyirəm, nə olmaq istəyirsən? Deyir ki, hüquqşünas. Dedim, hüquqşünas olmaq istəyirsənsə, dedim, İmam əmi sənə kömək eləyəcək. Sən nömrəmi verərsən, yaxşı. Zaten müəyyən işlərdə İmam köməkliyi göstərəcək bu sizin məsələlərdə. Və Ülvi xanım inşallah gələcəkdə bizim dostlarımız dəstək olublar, belə bir layihə keçirdəcəyik. Sırf xanımın iş həyatında dəstək olaraq sənin də orada müəyyən bir işlərin olacaq və qaqaşla məşğul olacaqsın ki, yaxşı böyüyəndə hüquqşünas olsun. Yaxşı, əlinizi sıxın bir dənə. Əlinizi sıxın, so. Hüquqşünas yetişir. Nə gözəl oldu. Görsən həm biznes, həm də oğlunda hüquqşünasla bağlı, oxumaqla bağlı müəyyən şeylər var ki, İmam köməkliyi göstərəcək. Surəsur şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Hoş gəldiniz. Ben Gözəl. Azestetik şirkətində keçirilən tədrislər, tədbirlər mümkün qədər əlinizdən gələn qədər yaxın olmağa çalışın və bu istiqamətdə sertifikasiyalar, hər hansı bir kurslar olduqda biz sizi bilgiləndirəcəyik ki, iştirak edəsiniz. Biz bəzən negativ insanlardan çəkinirik, amma negativ insanlar ən etibarlı insanlar olur, onu deyim sizə. Ən təhlükəli insanlar pozitiv insanlardır. Yəni həmişə belə olan insanlar. Mən çox xoşbəxtəm. Hər şey əladır. Çünki bunun altında bu yata bilir. İnkişaf edin, özünüzü dəyişin, həmişə belə gözəl qalın, təsir qalın. Alqışlarla söylənir qalın. Motivator Media Center və Motivator Fitness Club kimi layihələrin də yaradıcısı alqışlayın Rüfət Təsərrüf.
sağ olsun Azestetik ailəsi həqiqətən həmişə öz ailəsinə, öz ətrafına diqqətlə Fariz müəllim, Rəşad müəllim, yəni həqiqətən çox sağ olun edirəm sizə ki, bu günləri belə bir tədbir təşkil eləmişsiniz. Biz də burada belə ürəklə gəlib iştirak edirik. Təbriz müəllimdə çıxışınız həqiqətən çox möhtəşəmdir. Müəllim, mən harca 5-6 ay bundan qabaq Yaponiyadaydım və mənə səs göndərdilər ki, bəs bir xanım var Masadında, ümumi bazar yanıb və onun 2 dənə dükkanı yanıb və onun sırf səsini göndərdilər mənə və mən qulaq asandan sonra çox belə duyğulandım, həm necə deyirlər, olan işə görə pis oldum, ancaq ki, sırf xanımın motivasiyası, xanımın yanaşması gücü mənə həqiqətən çox bir yaxşı bir, necə deyirlər, belə motivasiya verdi ki, və dedim, inşallah dedim, xanıma bildirərsiniz ki, mən indi qayıdan kimi onunla görüşəcəm. Elə oldu ki, qayıtdım, müəyyən bir aylar keçdi, 1-2 ay, 3 ay vaxt keçdi və xanım elə başa düşdü ki, biz yaddan çıxartmışıq bu mövzunu, ancaq ki, biz nəyisə söz veririksə, ümumiyyətlə bizim dostlarla bir yerdə, biz çalışırıq, o söz deyildisə, o söz verilirsə. Mənə gəlir ki, simbolik işi xeyladır. O sözü verirsə, o sözü tutmalıdır. Ülviyə xanımdır, gəlin Ülviyə xanımı alışlayaq, və burada dəvət et Ülviyə xanımı. Salam, necəsən Ülviyə? Biz Ülviyə ilə 2-3 ay bundan qabaq Masallıda görüşdük. Mən getdim Ülviyə xanımın evinə və istəyərdim ki, ümumiyyətlə o bir roliki qoyam, necə olub, necə baş. Hamıya maraqlıdır, hər şey necə baş verir, düzdürmü? Bu məsələn bilən yoxdur ki, burada. İndi eşidirsiniz, düzdür? Baxın, real epizodlardır, necə olur. Salam edəcəm. Müəllim, sizi görməyimə çox şadam. Sağ olun. Həqiqətən də. Mən sizi illərdir izləyirdim. Düz 6 gün idi ki, mağaza açılmışdı. Yarım saatte oradan çıkmıştı ya. Ben geldim, Evet, kendi şeydi. gittim. Deməli, sağ olsun mənim dostlarım həqiqətən, yəni burada deyilir ki, dost hansı gündə lazımdır, dost həqiqətən pis gündür. Çünki necə deyim sizə, elə insanlarla danışdım ki, hamı nə eləmək lazımdır. Yəni, bir dənə sual verirlər ki, nə eləmək lazımdır. Az estetik inşallah Fariz müəllim və müəllimlə danışanda dedi ki, mən istəyirəm ki, biz sırf o zonada da, yəni canlı zonasında bizi təmsil eləsin. Dedim, inşallah o barədə siz Səbinə xanımla, Fariz müəllimlə o barədə danışarsınız. O bir sənin üçün eksklüziv sürpriz olaraq Az Estetik ailəsi həqiqətən səni öz yanına qəbul elədilər. Ona görə təşəkkür bildirəm bizim Fariz müəllimlərə. Söz sənə verim. Mən sizə təşəkkür edirəm. Vəsilə oldu. Gəldiniz. YouTube-da izlədiyim başda hər bir mənim ideal baxırdım. Onların hər bir sözündən özümə nəsə götürməyə çalışırım. Hər biri Allah'ın da olsun. Amma mən bugünkü gündə çox qürur duyuram ki, siz kimi insanların əhatəsindəyəm. Siz kimi insanları görürəm, öz üzərində çalışan, öz üzərində işləyəm. Bilmirəm sizə mən sonsuz, mən heç vaxt Allah'a çox şükür edirəm. Mən istəyirəm burada dəvət edin bizim dostları. Mən də onu salamlayıram. Hər şey hisslər səviyyəsindədir. Hisslər səviyyəsində hər şey gözəldir. Dərinlikdə hər şey gözəldir. Siz bu dərinliyi görməliydiniz ki, daha gözəl inkişaf edəsiniz. Belə bu qədər. Siz bundan sonraki inkişafı, bundan sonraki hadisələri öz gözünüzlə görəcəksiniz. Təbrik edirəm sizi ki, böyük bir xanım, yəni əslində kişiyə xas olan bir, necə deyilir, iradə, kişiyə xas olan bir, yəni öz motivasiyanızdan da qalmırsınız, yəni buna görə həqiqətən sizi təbrik edirəm. Hər kəs salamlayıram. Xanıma gəldikdə tanımırdım, təbii ki, Ülfət qardaşım bir gün yığdı məni. Dedi ki, bəs belə bir xanım var, belə bir hadisə baş verir. Başım, dedim, nə lazımdır? Bütün dostlar yəqin ki, eyni şey deyiblər. Həyatımızda itkilərimiz ola bilər, həyatda çətinliklərimiz ola bilər. Təbriz müəllim bəxt dediyi kimi, diçliyanın və pastel düşünün ki, hər şey daha yaxşı olacaq. Amma da hər şeyə görə keyfinizi qaçırır, insanların qanını qaraldır, işimizin minusu, ailəmizin minusu aparmayın. Pozitiv olun, əmin olun ki, qarşılığını alacaqsınız. Amma demək istəyirəm ki, bu bir qapı bağlananda o bir qapının mütləq açılması var. Amma bir müddət öncəyə qayıtmaq istəyirəm. Ülfət müəllimlə dedik, Virginiyada zəng eləyəndə biz bir yerdə Amerikada, Yaponiyada idik. Və o zəng gələndən sonra mən getdim Çinə.
Çində də bir biznes forumunda bizim Azərbaycanlı həmvətənlərimiz oturduğu yerdə bir söhbət oldu. Bir nəfərin belə bir hadisə ilə qarşılaşmağı və Rüfət müəllimin videolarına baxaraq motivasiyonu orada Rüfət müəllimi biz Zəngəlidə yığdıq, danışdıq. Təşəkkür eləmək istəyirəm sizə. Biz də dostlarımız kimi, hamı kimi nə hansı layihə varsa, hansı podderşka mənasında varsa biz də sizin yanınızdayıq. Çox sağ olun. Xanıma demək istəyirəm ki, mütləq ki, o başımıza gələn hadisələr bir xeyir idi ki, siz indi buradasınız. Özümdən də bilirəm, başıma gələn bütün işlərdən sonra şükür Allaha qalxmışıq da, işimizi də qurmuşuq, yaşayırıq, hər şey yaxşıdır, sizdə də hər şey yaxşı olacaq. Nə lazım olsa qulluğumuzdayıq. Allah hamımızın işini avam versin. Herkes salamlayıram. Yəni, hər bir şeyin bir bədəli var. Bugünkü burada olmanın bədəli sizin başınıza gələn bir müsibət idi. Allah onu xeyrə keçirdi. Biz də dostlar kimi, qardaşlar kimi deyilən sözlərə qatılırıq. Həm fikrik, nə dəstək lazım olarsa gücümüz çatdığı qədər dəstəkçi inşallah. Həyatımda mən həmişə demişəm ki, yəni bir öz ayağı üzərində durmaq istəyən bir qadın varsa, yəni ondan bir möhtəşəm bir şey yoxdur da. Yəni ona dəstək olmaq üçün hər şey eləyərəm. Yəni bilirsən, mühasibatlıq var bizdə. Nə lazımdır? A-dan Z-yə işlərini təmənnasız olaraq görə bilərik. Heç bir problem yoxdur. Dəstək ola bilərik. Allah sizi var eləsin, əziz qardaşlarım. Həqiqətən də bacılarımızın yanında olmağımız, həqiqətən də bu həmrəyliyi eləməyimiz və bunu davamlı eləməyimiz inşallah Allah bizlərə nəsib eləsin, imkanlar versin. Qardaşımız yaxşı bir söz dedi ki, bağlı qapılarda göz qalsa, açılan qapıları görməyəcəyik. Təşəkkür edirəm. Bu bizim dostlarımızın tərəfdən, yəni belə bir böyük bir summadır, ancaq ki bu summanı biz dostlarımızla bizim ədiyemiz olsun sənə və bundan sonra mənə gəlir ki, sən işində, həyatında uğur qazanarsan, yenə deyirəm, bu məbləğ kiməsə görə böyük məbləğdir, kiməsə görə balaca məbləğdir. Həqiqətən dostlar sağ olsunlar. Yəni, dostlarımız var ki, səsləri var. Sənə nə lazımdır deyən sözlər var. Yəni, necə olacaq, hansı məbləğ olacaq, necə olacaq. Yəni, burada olan dostlarımızı hər birinə yığan kimi nə lazımdır buna. Dedim, məsələn, bu qədər. Yəni, bu etapda. Yəni, ən azından ki, hamının işi var, hamının gücü var, hamının problemi var. Bütün dostlarıma dəstəyə görə təşəkkür bildirirəm. Xeyirli olsun. İnşallah bundan sonra da dükkanını təmin elə, sənə uğurlar arzulayacaq. Gəl, bu söz bilir, nə bu sözləri? Mən sizə təşəkkür edirəm. Bilmirəm, elə kəlmələr var ki, onu sözlü ifadə eləmək olmaz. Allah sizin gələn günlərinizi xeyr eləsin. Ən çarəsiz vaxtınızda mənim dağım sizi qorusun. Mənim necədənizi də heç vaxt çarəsiz qalmayasın. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Sədrəki, gəlmişik bazarına. Normal gəlmişiksə, indi birazdan görəcəksiniz inşallah. Keçmirik, dükkan reklam istəmir. Ümumiyyətlə sədrədə reklama ehtiyac yoxdur. Zaten reklam eləmək fikrimiz də yoxdur. Məqsəd o idi ki, bugün gələk Livyaya göstərək ki, buradayıq. Yəni işlər də gedir, dükkanı da götürür. İnşallah bu yaxın günlərdə dükkanı da gələcək. Axırıncı təxminən nə vaxt istəyirsən? Bilmirsən də.
Hər bir kim maddi, mənəvi, kim mənim üstümdə zərrə qədər haqqı varsa, Allah onun Allah razı olsun. bütün işlərini bizə calasın. Amin inşallah. Allah razı olsun. İnşallah ki, əsas sənin üçün düzəlsin. Bütün dostlarımızda da buradan kim dəstək olursa, bu proyektdə, Ülviyanın proyektində inşallah ki, gözləyirik Masallıda, dükkanın açılışında bu yaxınlarda olacaq. Yaxın günlərdə işlər gedir. Hal-hazırda reklam işidir, polkalardır. İnşallah ki, bundan sonra mən 100% ki, Ülviyə daha da güclü olacaq. Çünki niyə? Bu Ülviyanın gör nə qədər dostu var, nə qədər yaxında inşallah qardaşları var burada. Və Anara da təşəkkür bildirirəm ki, neçə aydır ki, Anar mənim dostum bu işlə həqiqətən tam maraqlanır və Ülviyə dəstək olur. Yəni gün ərzində nə qədər danışırlar sırf işi ilə bağlı və bu yaxın günlərdə də inşallah ki, dükkanın açılışı olacaq. Sədərəkdə də sağ olsunlar, durmadılar. Kimə müraciət elədim, baş üstə dedilər. Allah onların da canını sağ eləsin. Hər birinizə minnətdaram. Çox sağ olun. Allah hamının canını sağ eləsin. Sədərəkdə dostlarımıza da həqiqətən ki, çox sağ olsunlar ki, Ülviyə dəstək olurlar. Gördüyünüz kimi Ülviyə dükkana girir və buradan inşallah dükkanın mallarını alış-verişini edir. Ülviyanın atası. Dayı necəsən? Çox sağ olasın. Allah razı olsun. Allah köməyiniz olsun. Yəni sən də ən azından əziyyət çəkdin, durdun, gəldin, elədin və xeyrini görəsən inşallah Allah köməyiniz. Çox sağ olun. Allah sizin canınızı sağ olun. Sağ ol. Beyler, xanımlar, Oliverdə hamınızı xoş gördük. Deyirlər, çaya gələn sel bir də gələr. O ümidləri yaşadı, nəhayət borcdan yaxasını qurtardı, yenidən o mağazanı əldə elədi. Bir gürültülü alqışlar gəlsin Ülviyə xanımın şərəfinə. Ülviyə xanım, bugünü özəlliklə gözləyirdiniz. Amma belə deyək də, sizin ayaqda durmağınızın səbəbkarları da oldu. Mən sizləri alqışlayıram. Nə gözəl ki, bu günlər Ülviyə xanımın yanındasınız. Buyurun, söz sizindir. Salam, hörmətli qonaqlar. Mənim bu özəl günümdə məni tək qoymadığınız üçün dəvətimi qəbul etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sonra valideynlərimə minnətdarlığımı bildirirəm ki, arxamdadılar və ən çətin anımda məni tək qoymayan, səsimə səs verən Motivator layihəsinin rəhbəri Rüfət müəllim və onun ətrafındakı xeyirxah dostları, hər birinizə minnətdaram. Allah sizin hər birinizdən razı olsun. Sözü Motivator layihəsinin rəhbəri Rüfət bəy Həsənova verək. Buyurun, söz sizindir Rüfət müəllim. Hər birini salamlayıram. Burada hər bir insanın, burada olan insanın bir nəfə sənə dəstək olur. Ancaq sən həqiqətən o xanımın gücünü göstərdi ki, insan necə toparlana bilər. Biz neynədik ki, sadəcə olaraq dostlarımızla, bizim bir rol qrupumuzla, bizim iş adamları dost. Yəni həqiqətən mənim dostlarımdan sağ olsunlar. Gəlin bir daha mənim dostlarımı alqışlayaq ki, yəni mən xoş gəldik ki, biz burada hansı bir köməyimiz, dəstəyimiz oldu. Yəni çox vaxt insanlar olur ki, adi sözdə nəsə deyirlər, nəsə danışırlar ki, narahat olma, yaxşı olacaq. Yəni fikir eləmə, ancaq ki ortada heç bir kömək, dəstək olmur. Ancaq ki bu yerdə yenə deyirəm, əsas özün, valideynlərin, Allah valideynlərə can sağlığı versin. Sənə görə narahat idilər, kişi ilə danışanda dedim, narahat olma, yine yaxşı olacaq və inşallah xeyrisi. Yenə də hamınıza təşəkkür bildirirəm. Dostlar, kimin sözü varsa, yəni mən hamı ilə bir-bir danışdım. Kimin? Fariz mənim, bir də zəhmət olmasa, gəlin siz də bura. Ülviyə bacımızı ürəkdən təbrik edirəm. Allah xeyirli uğurlu eləsin. Bizim üçün öz iş adamı olaraq bizim də başımıza 10 ildən sonra 100 manat yığdığımız, ticarət elədiyimiz 10 ildən sonra bizim də bir dəfə anbarımız yandı. 300 min nə qədər nə yığmışdıqsa gözümüzün qabağında yandı, getdi. Amma mən də getdim evə, dedim yəqin ki, indi ortaqlardan kimisə ürəyi tutacaq ya. Deyir o, infarkt olmasın deyə götürdüm bir mesaj yazdım ki, bir zaman bizim heç nəyimiz yox idi, amma bugün heç olmasa dükkanımız var da, bir 3-4 malımız qalıb. Gedək, Allah bizə daha artığını getirəcək və şükür olsun Allaha
Allah layiq olduğumuzdan artığını yetirib. Fəqan. Fəqan İsmailov. Gəl qardaş, gəl bura. Öncəliklə Rübə xanım, təbrik edirəm sizi. Heç zaman ruhdan düşməyin. Bu bizdə də olub, hamıda olub, olacaq da. Bir də inşallah heç bir xətər bala gəlməsin. İnşallah bundan sonra da mən öz adımdan da söz verirəm ki, hər hansı bir dəstək ehtiyac olarsa, heç zaman çəkinməyin. Çünki bunu biz borc bilirik özümüzə. Çox sağ olun, təşəkkür edirəm. Allah razı olsun. Burada bizim Sahara dostumuz var. Gəl bura, bir kəlmə söz deyən. Sən olasan burada danışmayasan, yəni düz gəlməz. Nəticədə xanımlarla işləyirik. Hər kəs salamlayıram. Xanım, sizə uğurlar arzulayıram. İnşallah bir gün böyüyəndə biz də iqtisadadan dəstək olaraq, bəlkə də ölkə üçün yaxın regionlarda, şəhərlərdə də olanda biz də o halda bəlkə bir iş birliyi edə bilərik, partnyorluq edə bilərik. Nəticədə xanımlarla işləyirik. Niyə də olmasın? Uğurlar arzulayırıq. Lalə xanım, istəyərdik ki, təbrik eləyəsiniz, bir xeyir dua verəsiniz. Əvvəla hər birinizi salamlayıram. Mənim ürəyim çox geniş oldu sizin kimi bir insanların belə bir xanıma kömək eləməyinə görə. Gəldik, çatdıq əsl məqama. 3, 2, bu da bir alqışlar! Bravo! Xeyirli uğurlu olsun inşallah. Hələ özünə aid də varsa götürsün. Demək olar, hədiyyə ilə bağlı nə varsa, ürəyiniz nə istəyirsə, balacıdan böyüyə kimi var. Ülviyə, xeyirli olsun! İki, üç. Alqışlayırım. Xeyirli olsun. Xeyirli olsun. Xeyirli olsun. Milyarlarımız sayı inşallah çok olsun. Amin. Biri de kimdi onu bildiği, o birisi kimdi.